Günahın fəsadlarından da biri nədir? Pis insanların bizə müsəllət olması. O bəzən görürsən, gedir, deyir ki, bu mərdumazlar hardan çıxdı mənim qarşıma. Bu ilahi sünnələrdir, ilahi qanunlardır. Bunlar mənəvi qanunlardır. Burada mənəvi səbəb-nəticələr var. Yəni bu səbəb-nəticə arasındakı münasibət zahiri deyil, biz onu müşahidə eləyək, gözümüzdən görək, deyək ki, bu cürdür. Buradakı mücərrəd bir əlaqələr var bu səbəb-nəticə qanunlar arasında. Bu hədis-i qüdsü gör necə izah edir bizə. Hədis-i qüdsüdə buyurur ki, İmam Cəfər Sadiq əleyhissalam nə qədər? Allah buyurdu ki, əgər məni tanıyan mənə qarşı asi çıxsa, məni tanımayanı ona müsəllət edərəm. Allah buyurur. Məni tanıyan bir bəndə indi günah eləyə, mən də məni tanımayan birini müsəllət eləyərəm ona. Onun boynuna hakim kəsdirərəm. Hətta təbii fəlakətlər baş verir. Bununla insanın günahları arasında bir səbəbiyyət əlaqəsi var. Bir çox baş verən fəlakətlər insanların etdiyi əməllərin nəticəsidir. Allah Teala Quran-ı Kərimdə buyurur ki, quruda və suda fəsad üzə çıxdı. İnsanların etdiyi əməllərdən dolayı. İnsanların etdiyi əməllərdən dolayı bax bu fəsadlar, bu hadisələr, fəlakətlər baş verdi. Niyə? Allah istəyir onlara etdiyi əməllərin bəzilərinin dadızdırsın. Bəlkə onlar döndülər, geri qayıtdılar. Hər zaman görsən ki, yeni fəlakətlər, yeni bəlalar, müsibətlər çıxır ortaya. Məlum olmayan xəstəliklər çıxır ortaya. İmam Rıza əleyhissalamdan nəql olunur bu hədis. Deyir ki, bəndələr əvvəl etmədikləri yeni bir günah etdikdə, Allah da onlara tanımadıkları yeni bir bəla göndərər. İndi görsən, çeşit günahlar çıxır ortaya. İnsanlar əvvəl etmədikləri yeni bir günah icad elədilər, Allah da insanları tanımadıkları yeni bir bəla göndərər. Günahın bu cür mənfi təsirləri var bizim həyatımızda. Komel duasında Əmir əl-Möminin əleyhissalamın duasıdır. Cümə gecələri oxunması, cümə axşamları oxunması müstəhəb bir duadır. Çox dərin mənalı duadır. Sonunda nə deyir? Buyurur ki, o duada Əmir əl-Möminin əleyhissalam, İlahi, İsmət pərdələrini aradan aparan günahlarımı bağışla. İlahi, cəzaya səbəb olan günahlarımı bağışla. İlahi, duanın qarşısını alan günahlarımı bağışla. İlahi, bəlanın nazil olmasına səbəb olan günahlarımı bağışla. Allah Teala bizi günahlarını bağışlayan qullarından qərar versin inşallah.